Qış dünyanın ağappaq nağılıdır. Bəmbəyaz işıqla dolu, daha çox da uşaqların sevdiyi bir nağıl. O nağılda qartop oynamaqdan yorulmayan, səsləri həyat bacanı başına götürən biz böyüklər də varıq. Bəlkə də çoxumuzun uşaqlıq xatirələrinin ən istisi elə o uzaq illərin, o bəmbəyaz qartopulu günlərin içindədir. Qışın soyuğu, şaxtası həyatı gözümüzdə daha da şirinləşdirir. Onun sərt nəfəsi bizə güc, qüvvət, sirli bir yaşamaq eşqi verir. Siyəzən torpağı. Onun bir tərəfində dağlar, bir tərəfində isə dəniz qərar tutub. İki qüdrətə, iki gücə söykənib bu qədim yurt yeri. 100 illərdir elə onların nəfəsi ilə oyanır hər səhər. Dənizin duzlu havasına qarışır dağların ətirli mehi. Zaman bir karvan kimi gəlib keçir bu yurt yerindən. Siyəzən Quba yolunun üstündədir Beşbarmaq dağı. Sanki Ulu Tanrı buradan keçib gedənlərə yaxşı yol arzulamaq, xeyir-dua vermək üçün yaradıb onu. Bu dağ həm də pirdir. El-obada ona Xızır Zində piri də deyirlər. İl boyu yüzlərlə, minlərlə insan bu müqəddəs ocağın ziyarətinə gəlir. Abbasqulu Ağa Bakıxanov da özünün Gülüstan İrəm əsərində bu ziyarətgahın Xızır Peyğəmbərlə bağlı olduğundan yazır. 1562-ci ildə Azərbaycanda olan İngilis səyyah Antony Jenkinson özünün yol qeydlərində göstərir ki, qədimlərdə Beşbarmaq dağı Xəzərin içində olub. Sonralar su çəkildiyindən dənizdən aralı düşüb. Bəlkə də bu ayrılıq onun görkəminə sehirli bir çalar qatıb. Siyəzən su qülləsi. Bakı Yalama yolunun üstündə 3-4 belə su qülləsi var. O uzaq illərdə paravozlar su ilə hərəkət elədiyindən dəmir yol stansiyalarının yanında su qüllələri inşa edilib. Qüllələrin yuxarısında qoyulan iri çənlərdən paravozlara su vurublar. Lakin paravoz dövrü bitdiyindən bu su qüllələri artıq tarixi abidəyə çevrilməkdədir.
Nüşabə nənə bugün sabah inşallah 80 yaşın dizini qatlayacaq. Amma əli yenə cavanlıqda olduğu kimi iş gücdədir. Ağac başında əli, altında yaşıl xəli. Allah muradın versin. Ya Məhəmməd, ya Əli. Əvvəllər bizim işimiz elə nənənin yanında olar. Oturardıq nənəmizin yanında, qoca nənəmizin yanında. Nağıl danışardı bizim üçün. Oxuyurdu mənim üçün. Qızım qızlar içində, saç bağı var saçında. Mən də sənin üçün oxuyuram. Nənəm mənim üçün oxuyur deyil, mən də sənin üçün oxuyuram. Nənəmiz öyrədib bizə hər şeyi. Yaşlı bibimiz öyrədib. Görə tikişləri, corab toxumağı, papaq toxumağı nənəmiz öyrədib. Yaşlı bibimiz öyrədib bizə. Anamız da xalçaçı olub. Hamısı xalçaçı oldu, hamısı. Rəhmətli qaynanam deyərdi ki, hə, dur yat yenə. Nəyə yatam mən? Yox, onu şirin vaxtı, sərin vaxtı oturmuşam, xalçaya toxunmuşam. Bir mən ümumiyyətlə zara cəmaatı əli olub. Xalça ilə dolanmışıq. Güzəmdir mənim. Ay sağ ol, ay sağ ol. Leylay bənəm, leylay. Kürpə bənəm, leylay. Açandan da oturmuşsan yanımda, yuxu tutub seni. Yat mənim balam, yat. Zarat kəndinin əsas məşğuliyyəti tarixən əkinçilik və əmaldarlıq olub. Elə Zarat sözü də sirayət sözündən götürülüb. Mənası da əkin yeri deməkdir. Bu kənd həm də xalçaları ilə məşhurdur. Nüşabə nənə də 60 ildən çox xalça toxuyub ki, bu da çətin günlərdə həmişə ailənin əlindən tutub. Zəhmətlə qazanılan çörək şirin olur. İsmail kişinin elə balacalığından ata-anasından eşitdiyi daha çox bu sözlər olub. Onun torpaqla, zəhmətlə dostluğu da elə kiçik yaşlarından başlayıb. O, bu sirdaşlıqdan həmişə xeyir görüb, bu dostluq üzünü ağ eləyib. Yaşadığı Sədan kəndində hamı onu halal bir insan kimi tanıyır. Beləcə, zəhmətlə naxışlanmış bir ömür sürür İsmail kişi. Dənizin qonşuluğunda yaşayasan, ancaq balıq yeməyəsən, bunu nə Allah götürər, nə də bəndə. Bu sözləri Firudin Pirəliyev deyir. Aşpaz qardaşımız onu da deyir ki, balıq birinci şərt olsa da,
Onu gözəl bişirib araya, ərsiyə gətirmək də ikinci şərtdir. Ona görə də gərək bu işin ustası olasan. Hər halda aşpaz Firidun Pirəliyevin müştəri sarıdan korluq çəkdiyi vaxtları olmur. Azərbaycanda da rəqsin tarixi çox qədimdir. Qobustan qayalarında yaşı minilliklərlə ölçülən rəqs edən adamların fiqurları həkk olunub. Əslində bu qədimliyi araşdırmağa elə bir ehtiyac da yoxdur. Çünki təkcə rəqslərimizin bir-birindən gözəl adları bu qədimliyin ən tutarlı və parlaq sübutudur. Yallı, tərəkəmə, cəngi, qaytağı, naznazı, vağzalı, saymaqla qurtaran deyil. Ümid rəqs qrupu da əsrin dərinliklərindən gələn bu yola təzə qədəm qoyub. Aytən 5 yaşından rənglər dünyasının sehrinə düşüb. İndi o 22 yaşın içindədir. Taleyi Aytəndən danışmağı, eşitməyi alsa da, əvəzində ona işıqla dolu rəng dünyası bağışlayıb. Elə bu işıq yaradıcılıq və həyat eşqi verib ona. O, ürəyindəkiləri insanlara çatdırmaq üçün rəssamlığa könül verib. Dili ilə deyə bilmədiklərini rənglərin dili ilə söyləyir bizə. Unudulmaz şairimiz Səməd Vurğunun sözüdür. Tarixdə tarixi yaradan durur. Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolu sevimli şairimizin söylədiyi bu həqiqətdən xəbər verir. Dövlətçilik tariximizdə silinməz izlər qoyan ulu öndərimizin zəngin siyasi irsinə olan böyük maraq və ehtiram da elə bu ali məqamdan qaynaqlanır. Siyəzən şəhərindəki Heydər Əliyev mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Burada ümummilli liderimizin həyatından bəhs edən 500-ə yaxın eksponat var.
Azərbaycanın elə bir kəndi, qəsəbəsi yoxdur ki, orada pir, ocaq adına bir ziyarətgah olmasın. Daha çox səhhəti ilə bağlı hər yerdən əli üzülən insanlar belə inanc yerlərinə üst tuturlar. Sovetlər dövründə bu cür dini ocaqları ziyarət eləmək qadağan olunmasa da, rəsmi dairələr bu işə çox pis baxırdılar. Hər halda belə inanc yerlərinə son ümid kimi baxıb pənah aparanların da haqqını əlindən almaq olmaz. Siyəzəndə də belə ziyarətgahlar az deyil. Pirxəlil türbəsi 18-ci əsrin yadigarıdır. El arasında bu türbə göz piri adlanır. Adından göründüyü kimi, bura gələnlər göz xəstəliklərindən əziyyət çəkənlərdir. Yüz illər keçəcək, amma onlar daim bu yaşda qalacaqlar. Nəsil-nəsil bizim fəxrimiz, baş ucalığımız olacaqlar. Vətən yolunda, doğma torpaqlarımız uğrunda canlarından, qanlarından keçən bu igidlər, onların qəhrəmanlığı, cavan siması bahar kimi həmişə təzətər qalacaq. Heç vaxt unudulmayacaq. Torpağı müqəddəsləşdirən, vətəni ucaldan şəhid qanıdır. Sakit yatın ey vətən oğulları, sizin qisasınız qiyamətə qalmadı. Siz qalib ölkənin şəhidlərisiz. Bu qış çox sərt gəldi. Amma bu sərtliyə də insan qəlbində əbədi bir sevgi yaşayır. Çünki qışın bəyazlığında saflıq, bərəkət işığı var. Qarşıdansa yaz gəlir. Yeri, göyü sevindirən yaz. Elə yaz da, qış da bu qədim yurt yerinə yaraşır.